Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasının efirində DTV-yə aktuala baxırsınız. Böyük məmnuniyyətlə bugünkü efirimizin qonağını sizə təqdim edirəm. Qonağımız Milli Məclisin deputatı Günay xanım Ağamalıdır. Günay xanım, xoş gördük sizi. Təşəkkür edirəm. Studiyamızda sizi salamlayıram və təşəkkür edirəm ki, vaxt ayırdınız, bugünkü efirimizdə iştirak edirsiniz. Çox sağ olun. Mən sizə təşəkkür edirəm dəvət üçün. İcazənizlə söhbətimizə başlayaq. Əlbəttə. Günay xanım, bugünkü efirimizi istərdim seçici ilə, belə deyək, millət vəkili arasında olan münasibətlərə həsr edək. Vəziyyət necədir? Bu barədə danışmağınızı istərdim. Amma öncə Milli Məclisin son plenar iclaslarında hansı məsələlər müzakirə olunur? Gəlin öncə bu mövzuya toxunaq, daha sonra isə digər suallarımı verərəm. Buyurun. Könül xanım, Milli Məclisin plenar iclaslarında toxunulan məsələlər və qəbul olunan qanun layihələri hər biri vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması, onların hüquqlarının daha genişləndirilməsi istiqamətindədir və mən inanıram ki, hər zaman olduğu kimi qəbul olunmuş layihələr hər bir vətəndaş üçün öz töhfəsini verəcək və təbii ki, vətəndaşlar zaman-zaman bu qanunların həqiqətən də onların həyatları üçün, yaşayışları üçün çox önəmli olduğunu özləri də görəcəklər. Aydındır. Daha çox vətəndaşlar hansı problemlərin həlli ilə bağlı parlamentə, daha dəqiq desək, millət vəkillərinə müraciət edirlər? Mən 65 sayılı Salyan Biləsuvar Neftçala seçki dairəsindən olan vətəndaşlarla bağlı fikirlərimi təbii ki, sizlə bölüşürəm. Bizimlə görüşə gələn vətəndaşların daha çox qaldırdığı məsələlər sosial müavinatla bağlı olur ki, bəzən onlarda müəyyən suallar olur və biz təbii ki, həmin o sualları cavablandıraraq onlara düzgün istiqamət veririk. Bəzən insanlar sadəcə hansı şəkildə sosial müavinatın onlara düşdüyünü və yaxud da onlara veriləcəyini bilmədiklərindən görə bəzən çətinliklərlə üzləşirlər, amma bunun həlli yollarını onlara izah etdikdə təbii ki, onlar qarşıda durmuş olan bu çətinlikdən rahat bir şəkildə çıxa bilirlər. Günay xanım, mən sizin o fikrinizlə tam razıyam. Bəzən vətəndaş qanunu bilməmədiyi üçün düzgün addım ata bilmir. Bəli. Addımını atır, müraciət edir və etdiyi müraciət geri qayıdır. Və həmin anda vətəndaş düşünür ki, yox, qanunda var ki, məsəl üçün, hansısa bir məsələnin həllində işıq yeri var, işıq yolu var. Niyə mənim məsələm öz həllini tapmır? Day düşünmür ki, axı atdığınız addım düzgün deyil. Bəli. Düzdürmü? Bax, onların maarifləndirilməsi üçün də siz bir çox işlər görürsünüz. Elə əsas işlərdən də biri ondan ibarətdir ki, siz seçicilərinizlə görüşürsünüz. Bəli. Tez-tez görüşürsünüz ümumiyyətlə. Ayda, hər ay 4 dəfə bizim seçicilərlə görüşlərimiz olur. Deməli, 2 dəfə, ayda 2 dəfə Salyan rayonu üzrə görüşlərimiz keçirilir. Ayda 1 dəfə Biləsuvar və 1 dəfə də Neftçala. Amma biz bununla kifayətlənmirik. Təbii ki, əlavə görüşlərimiz də keçirilir və biz çalışırıq ki, görüşləri insanların özləri əziyyət çəkmədən bölgə-bölgə, kənd-kənd gəzirik və onlarla görüşləri təşkil edirik. Hansısa kənddən əziyyət çəkib bir də Salyanın şəhərin özünə gəlməsinlər. Şəhər vətəndaşları üçün ayrı görüşlərimiz olur, kənd vətəndaşları, kənd seçiciləri üçün ayrı görüşümüz olur və beləliklə biz çalışırıq ki, vətəndaş məmnunluğunu yaradaq. Onlarda bu, belə deyim də, yəni onlar əziyyət çəkməsinlər. Yəni biz bu şəkildə işimizi qurmuşuq. Və ən əsası da odur ki, daha öncə qeyd etdiniz, maariflənmə işi. Biz onların problemini, qaldırmış olduğu məsələləri dinləməzdən öncə, yəni görüşə başlayan kimi onlara müəyyən istiqamətlər veririk. Yəni təbii ki, mən qanunvericiliyin tələblərini önə çəkirəm və artıq ondan sonra insanlar
suallarını verirlər, üzləşdikləri məsələlərlə müraciət edirlər. Bəzən isə olur, sadəcə vətəndaş gəlir, sadəcə dinləmək üçün, öz məmnunluğunu bildirmək üçün ölkə başçısı möhtərəm cənab prezidentimizin həyata keçirdiyi həm daxili, həm xarici siyasətə görə öz təşəkkürlərini bildirirlər və mən bugün sizin efirinizdən istifadə edib seçicilərin cənab prezidentə olan təşəkkürlərini də çatdırmaq istərdim. Yəni görüşlərimiz yəqin ki, fotolardan da siz izləyirsiniz, çox xoş və səmimi bir ab-havada keçir. Tamamilə doğru söylüyorsunuz. İzləyirik, sosial şəbəkədən də izləyirik, eyni zamanda mətbuatda yayılan xəbərlər vasitəsilə də izləyirik. Ümumiyyətlə seçiciləriniz, yəni Səlyan, Neftçala və Biləsuvar, bu ərazidə yaşayan seçicilər öz millət vəkillərinə hansı problemlə bağlı müraciət edilir? Yəni problemlər çoxdur. Həyat varsa problem var, problem varsa onun həlli var, həlli yolları var. Daha çox problem nə ilə bağlı olur? Məsəl üçün sizin seçiciləriniz nə ilə bağlı sizə müraciət edirlər? Daha öncə qeyd etdiyim kimi sosial müavinətin alınması ilə bağlıdır. Daha çox müraciətlər onunla bağlıdır. Bəli, onunla bağlıdır. Aliment ödənişləri ilə bağlıdır. Yəni qarşı tərəfin aliment ödəmə öhdəliyini yerinə yetirilməməsi ilə bağlı insanlar çətinlik. Maraqlıdır. Bu alimentlə bağlı sizə niyə müraciət edirlər? Çox bəli. Təəssüf ki, yəni bu müraciətlərdə olur. Ümumiyyətlə istəməzdik ki, bugün Azərbaycanda ailə institutu bu vəziyyətə çatsın ki, bu qədər aliment alan ailələrimiz olsun, bu qədər aliment ödəmək məcburiyyətində olan ailələrimiz olsun. Amma mən hesab edirəm ki, bugün qanunvericiliklə və qanunun tələblərinə riayət edərək hər kəs qanuna uyğun şəkildə addım atmalıdır və biz çalışırıq onlara, bildiririk ki, aliment ödənişi ilə bağlı bu məsələlər məhkəmə predmetidir, məhkəməyə müraciət edin. Daha öncə dediyim kimi, bəzən insanlar bilmirlər hansı addımı atacaqlarını. Hansı distansiyaya müraciət etsinlər. Bəli. Düşünürlər ki, əgər millət vəkilidirsə, demək millət vəkilinə bütün problemlərimizi söyləyə bilərik. Bəli, belədir. Biz istiqamət verəndən sonra təbii ki, aidiyyatı qurumlara vətəndaşlar müraciət edirlər və öz məsələlərində həlli yollarını tapırlar və qurumlar da mən xüsusilə sizin efirinizdən istifadə edib Könül xanım Salyan Şirvan Regional Təhsil İdarəsinə, Azəriqaz, Azərişıq, Azərsu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm seçicilər adından. Bizim ünvanladığımız müraciətlərə çox həssaslıqla yanaşırlar və vətəndaşların qaldırmış olduğu məsələləri çox çevik şəkildə həll üçün işlər aparırlar və biz onların həllinə nail oluruq. Aydındır. Bir məsələ ilə bağlı istərdim sizinlə söhbət edim. Belə ki, Neftçalanın Beştalı kəndində bir problem olmuşdu. O problem də öz həllini tapdı. İstərdim bu barədə televiziya tamaşaçılarını, eyni zamanda seçicilərinizdə məlumatlandırasınız. Buyurun. Bəli, çox... Bəzən o kiçik problem böyük çətinliklər yaradır. Bəli, bəli. Müxtəlif yaş nümayəndələri bundan əziyyət çəkirlər. Dərhal o problem öz həllini tapanda görür nə qədər insan sevinir. Düzdür, elədir. Könül xanım, təxmini deyəcəm sizə, çox da uzun olmayan bir müddət ərzində, təxmini ay yarım, 2 ay olar. Mənə bizim Neftçala rayonundan olan milli qəhrəman Xanoğlan, milli qəhrəmanımız Xanoğlanın anası tərəfindən, Südabə ana tərəfindən müraciət olundu. Bəli. O anamız müraciətində bildirdi ki, bankomat və ödəniş terminallarının olmaması bunlarda ciddi çətinliklər yaradır. Məcbur olub kənddən ya Neftçalaya, ya da Salyanın özünə gedib bu xidmətlərdən istifadə edirdi. Artıq problemdir bu. Bəli, və Beştalı da elə bir ərazidə yerləşir ki, ətrafında 4-5 kənd var. Siz təsəvvür edin və hesab edin ki, ora bankomat və ödəniş terminalının qoyulması artıq 5 kəndin qarşılaşdığı çətinliyi aradan qaldırmış oldu. Və daha sonra biz görüşlərdə
vətəndaşlar da, yerli vətəndaşlar görüş zamanında canlı şəkildə müraciət elədilər və biz aidiyyatı üzrə qurumlara müraciət elədik məsələ ilə bağlı. Təxmini bir ay yarım sürmədi və bu məsələ öz həllini tapdı və buna görə də mən İnformasiya və Texnologiyalar Nazirliyinə, Kapital Bank heyətinə, rəhbərliyinə və Milyon təbii ki, rəhbərliyinə təşəkkürümüzü bildiririk. Çox gözəl, çox gözəl. Hər bir problemin həlli olanda vətəndaş da çox sevinir. Mən bunu sosial şəbəkədən gördüm. Bir daha söyləyirəm ki, həm də yayılan xəbərlər vasitəsilə gördüm. Eyni zamanda Beştalı kənd sakinlərinin sevincini də gördüm. Onların sevinci bizim sevincimizdir. Uğurlarımız hər birimizə aiddir. Fərqi yoxdur. Bu ucqar bir kənd olsun, ya şəhərin mərkəzi olsun, fərqi yoxdur. Problem də bizim problemimizdir, sevinc də bizim sevincimizdir. Mən sizə buna görə öz növbəmdə təşəkkür edirəm. Çünki seçicinizin yanındasınız. Biz biraz öncə də qeyd etdik, seçici ilə, yəni vətəndaşla millət vəkili arasında olan münasibət necə olmalıdır, necə aparılmalıdır? Görüşlər keçirilir, tədbirlər olur, o tədbirlərdə iştirak edirsiniz. Mən istərdim ki, siz özünüz gənc bir xanımsınız, istərdim gənclərlə olan məsələyə toxunaq. Gənclərlə görüş keçirirsiniz, yoxsa yox? Elə öz sahəniz üzrə, öz seçiciləriniz arasında olan gənclərlə görüşləriniz olur, yoxsa yox? O gənclərin, belə deyim, Neftçala, Səlyan, Belasuvar ərazisində böyüyən gənclər, təhsil alan gənclərin sizə olan münasibəti necədir? Bu barədə danışaq. Könül xanım, çox belə deyim. Məsəl üçün, siz görüş keçirəndə, müraciət edəndə dərhalmı onlar bir araya gəlirlər? Yoxsa bu proses biraz uzanır? Yəni, kimlərəsə deyirik ki, gəlin görüşdü, gəlin görüşdə iştirak edin. Beləmi olur? Yoxsa qeyd olunanda ki, misal üçün, filan tarixdə, filan gündə, filan saatda gənclərlə görüşdü. O görüş prosesi tez başa gəlir? Ümumiyyətlə, biz vətəndaşlarla olan görüşləri sosial media vasitəsilə paylaşımlar edirik. Və inandırım sizi ki, inanır səmimiyyətimə ki, görüşlərə seçicilərin hamısı ürəkdən, belə deyim, istəyərəkdən gəlirlər. Və o ki, qaldı gənclərə, bizim gənclərlə bir neçə görüşümüz keçirilibdir. Mən həqiqətən də Azərbaycan gəncində çox böyüyünə, millətinə, xalqına, dövlətinə dəyər verən gənclik görürəm. Və bu gəncliyi gördükcə böyük qürur hissi keçirdirəm ki, həqiqətən də bizim mental dəyərlərdən doğan bu yanaşmalarımız hələ də davam edir. Çox misal çəkəcəm, bizim gənc qazilərlə, yəni Vətən müharibəsi qaziləri ilə görüşümüz keçirildi. İnanın səmimiyyətimə, o qədər səmimi görüşümüz alındı Könül xanım. Və təsəvvür edin ki, görüşü bitirmək bilmirdik. O qədər maraqlı aramızda söhbət alındı ki, o təxmini 2 saat, yarım 3 saata yaxın görüş oldu. O saat hardan gəldi, necə keçdi, heç özümüz də bilmədik. Çünki o qədər səmimi bir ortam var idi. Və təbii ki, bugün Azərbaycan gəncliyi öz sözünü və möhrünü 44 günlük Vətən müharibəsində və ondan sonraki 23 saatlıq antiterror əməliyyatı zamanı dedi. Və təbii ki, bütün bunları özünə nümunə gətirən Azərbaycan gəncliyi, inanıram ki, gələcəkdə də daha öncə qeyd etdiyimiz dəyərlərə sadiq olacaq və hər zaman da bu şəkildə öz yolunu davam edəcək. İndi istərdim təhsildən danışaq, əgər etiraz etmirsinizsə. Elmin, təhsilin inkişafı bizim gələcəyimizdir. Hər bir dövlətin gələcəyidir. Mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin gələcəyi elmə, təhsilə bağlı olacaqdır. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına aiddir. Gəlin təhsilimizdən danışaq. Həqiqətən də yəni çox qürur vericidir ki, bugün Azərbaycan gəncliyində böyük potensial var. Və bugün Azərbaycan gəncliyi 11 illik təhsildən sonra ali təhsil bilirsiniz ki, məcburi deyil. Amma ali təhsil almaq üçün bizim gənclərdə böyük maraq, böyük həvəs var. Bəli. İstək var.
Bu o qədər sevindirici haldır ki, təbii ki, imtahanlar hamısı tam bitməyib, nəticələr bəlli deyil. Bununla daha geniş biz sizinlə yəqin ki, sentyabr ayında danışa bilərik, görək ki, mənim seçildiyim dairədə nə qədər gənc universitetə daxil olub. Amma imtahanlar gedir. Təhsil ili sona yaxınlaşır deyə imtahanlar, o proseslər, həyəcanlı anlar yaşanır. Bəli, və 65 saylı Salyan Biləsuvar Neftçala seçki dairəsindən olan gənclər də imtahanlara çox həvəslə hazırlaşıblar və inanıram ki, onlar yüksək bal toplayacaqlar, istədikləri, arzuladıkları, dilədikləri universitetlərə qəbul olacaqlar və Azərbaycanı gələcəyini də öz uğurları ilə daha da parlaq edəcəklər. Bir məqama toxunmaq istərdim ki, Azərbaycanda təhsilə xüsusi bir diqqət var. Gənclərin sağlam yetişməsi üçün, təhsilli yetişməsi üçün dövlət hər bir şəraiti yaradır. Təhsilimiz ödənişsizdir. Söhbət orta məktəb təhsilindən gedir. Yəni kimsə istəyirsə o ödənişli məktəbə qoya bilər. Əslində ali məktəblərimizdə də ödənişsizdir. Bəli, ali məktəblərimiz də ödənişsizdir. Yəni elə belə deyək bal söhbəti vardı orada. Bəli. Bal az olanda, çox olanda bir də görürsüz ödənişli fakültələrə daxil olurlar. Önəmlisi odur ki, təhsil üçün hər bir şərait yaradılıb Azərbaycanda. Hər bir şərait. Qürurla da bir məsələyə toxunmaq istərdim ki, ən ucqar kəndlərimizdə elə məktəblər tikilir ki, bütün texniki avadanlıq, şərait, hər şey var. Hər şey və o uşaq o məktəbə gedəndə özünü necə xoşbəxt hiss edir, onu da müəllimlər, nəinki müəllimlər, valideynlər, hər kəs görür ki, uşağın məktəbə həvəsi var. Çünki o bilir ki, o oxuduğu məktəbdə, təhsil aldığı məktəbdə onun gələcəyi üçün hər bir şərait yaradılıb. Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva məktəblərə xüsusi bir diqqət ayırıb. Yəni ən ucqar kəndlərdə belə bütün uşaqların təhsil alması üçün hər bir şərait yaradılıb. Mən istərdim bax o məqama toxunaq. Bəzən olur ki, ən ucqar bir kənddə böyüyən, təhsil alan belə deyək, uşaq sonralar onun səsi dünyanın ən belə tanınmış universitetlərindən gəlir. Qürurverici hal odur ki, o kəs Azərbaycanlıdır. Bəli. Bundan gözəl nə ola bilər ki, hər birimizin şəxsiyyətini təsdiq edən vəsiqəmiz var. Harda doğulmusan Azərbaycan, kimsən Azərbaycanlı. Yəni milliyyət olaraq kimsən Azərbaycanlı. Harda oxumağından asılı olmayaraq Azərbaycanlı olduğu bilinəndə insan qürurlanır. Könül xanım, mən sizin dediklərinizə xüsusilə bir məqamı artırmaq istərdim. Çox hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva təhsilin ilkin pilləsi olan məktəbə qədər təhsilə, yəni uşaq bağçalarına da çox həssaslıqla diqqətlə yanaşır. Çünki bilirik ki, təhsil məhz məktəbə qədər təhsildən başlayır, uşaq bağçalarından başlayır və çox düzgün vurğuladınız ki, ucqar kəndlərdən tutmuş, bugün demək olar ki, bütün kəndlərdə ən müasir texnologiya ilə inşa edilmiş və ya bərpa olunmuş uşaq bağçaları, məktəblər fəaliyyət göstərir, uşaqların xidmətindədir və təbii ki, bu cür şərait yaradılmış uşaqların, yeniyetmələrin, gəncliyin oxumaqdan başqa bir çıxış yolu yoxdur. Və çox qürur vericidir ki, çox düzgün vurğulursunuz ki, ucqar kəndlərdən elə hallarla biz rastlaşırıq ki, repetitor yanına getmədən uşaqlar ən yüksək balla ödənişsiz təhsil alma hüququna malik olurlar. Və hətta belələri də olur ki, gələcəkdə öz təhsillərini daha genişləndirmək üçün və yaxud da müxtəlif proqramlardan istifadə edərək xaricdə təhsil imkanları da əldə edə bilirlər. Bu qürur vericidir. Dünyanın harasında olmasından asılı olmayaraq çox düzgün vurğuladınız ki, harda Azərbaycanlı bizim başımıza, ölkəmizin, vətənimizin başını, dövlətimizin adını ucaldırsa, o bizim hər birimizin qürurudur, hər birimizin sevinç mənbəyidir və təbii ki, bu cür gəncliklə də hər birimiz
qürur hissi keçirdirik və inanıram ki, Azərbaycan gəncliyi hər zaman belə olacaq, öz uğurları ilə və gələcəkdə atmış olduğu həm də uğurlu getmiş olduqları, gələcək olduqları uğurlu yollarla Azərbaycanın adını hər zaman yüksəklərə ucaldacaqlar. Cənab Prezidentin apardığı gənclər siyasəti öz nəticəsini verir, Günay xanım. Bəli, çünki bugün Azərbaycan gəncliyi Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyevin, Ulu Öndər Heydər Əliyevin qoymuş olduğu yolla addımlayır və bugün o yol ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir. Təbii ki, Azərbaycan gəncliyi bu yola böyük sədaqət nümayiş etdirir, böyük vəfa nümayiş etdirir. Təbii ki, Heydər Əliyev yolu ilə gedən gəncliyimizin də bu cür olması hər birimizdə bir fəxr hissi yaşadır və bu yola olan sədaqət özü artıq uğurun özü deməkdir. Gənclər siyasətinin nəticəsini biz Vətən müharibəsində də gördük. Bəli. Qazandığımız zəfərdə də gördük. Bəli. Qazandığımız zəfərdə onların xüsusi bir rolu var. Xüsusi bir rolu var. Və bu rolda çox üzr istəyirəm, bir əlavə edəcəm. Azərbaycan müəlliminin böyük əməyi var. Azərbaycan müəlliminin böyük zəhməti var. Çünki məhz elə məktəblərdən başlayan o vətənpərvərlik hisslərinin aşılanması məhz o müəllimlərdən başlayır və o müəllimlərin zəhmətini biz hər zaman xatırlamalıyıq, onları danmaq olmaz. Bəli, Qarabağı görməyənlər Qarabağ savaşına qalxdılar və böyük bir zəfəri qazandıq. Ali Baş Komandanın apardığı siyasət bizi uğura apardı və bu müharibənin, Vətən müharibəsinin qəhrəmanları da məhz bu dövrün gəncləri oldu. Və o gənclərimizlə fəxr edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Tanrıdan can sağlığı arzulayırıq. Qoy dövlətimiz ucalsın hər zaman. Ucalsın. Bugünün gəncliyi sabahın gəncliyidir. Azərbaycanın sabahıdır. Azərbaycanın sabahının da işıqlı olması üçün dövlətimiz hər zaman gənclərinin əlindən tutur. Onlar üçün qapılar açılır. Uca Tanrı dövlətimizi, millətimizi qorusun. Amin. Təşəkkür edirəm Günay xanım, təşəkkür edirəm. Uğurlarınız bol olsun. Hər birimizə aiddir bu uğurlar. Minnətdaram. Artıq bizə ayrılan efir vaxtı da sona çatdı. Hörmətli televiziya tamaşaçıları, qeyd etmək istərdim ki, bugünkü efirimizin qonağı Milli Məclisin deputatı Günay xanım Ağamalı idi. Minnətdaram. Dünya televiziyasının efirində DTV Aktualı izlədiniz. Dünya televiziyasına baxırsınız, baxmaqda da davam edin. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.